13-cü test tapşırığına nəzər yetiririk. Burada bizə sınaq 13-də ilk sual belədir. Günəşin zenitdə olduğu ölkələri müəyyən edin deyir. A variantda Türkiyə yanlışdır. B-də gözəl ulaşır Kanada getdi. Salamlı. Biz doğru cavab kimi götürəcəyik C variantı. Siz burada görürsünüz D-də məsələn Almaniya yanlışdır. Mərakeş tropikdən şimaldadır. Eyni zamanda Y-də də Yaponiya yanlışdır. Birinci sualın cavabı oldu C bəndi. 2-yə baxırıq. Sualda bizə deyir ki, xəritə sxemə əsasən fiziki aşınma prosesinin fəal olduğu ərazilər müəyyən edin. Fiziki aşınma bilirsiniz ki, sualıq temperatur amplitudu yüksək olan yerlərdə olur. Yəni aydın və bulutsuz yerləri seçmək lazımdır. Doğru cavab verilənlərdən olacaq əlbəttə ki 2. Bura olacaq Ceyran çöl alçaq dağlığı. Sonra 5 və bir də təbii ki 1. Bir də Qobustan alçaq dağlığına tərəf onu biraz da əslində aşağıya doğru sürüşdürmək olardı. Düzgün cavabımız oldu 2-də. Deməli, B variantı. Üzr istəyirəm, səhv dedim. Y variantı, bəli. Çünki biz dedik ki, 1, 2 və nədir? 5-dir. Düzgün cavab oldu nə? Yoldaşlar, əlbəttə ki, Y bəndi. 3-cü suala baxırıq. 3-də bizə çökəklik məsələsi verib. Sxemdə təsvir olunmuş çökəkliyin dərinliyini hesablayın. Nəzərə alın ki, kəsmə yüksəliyi nə qədərdir? 150 metr. Çökəklik olduqda daxili horizontalı tapmaq üçün daxildəki ədəddən böyük, çünki yuxarıya doğru artmalıdır. 150-yə tam bölünə ilk ədəd tapmaq lazımdır. Bu rəqəm neçədir? 900. Daxili horizontal 900 üzərinə 150 artırılır da. İkinci horizontal olacaq 1000 neçə? 50. Onun üzərindəki isə neçə olacaq? 1200. Bizdən çökəkliyin dərinliyini soruşduğu üçün 1200-dən də çıxacaq neçəni? 850-ni. Bu da eləyəcək yoldaşlar 350 metr. Doğru cavab 3-dən oldu yoldaşlar C variantı. Tapşırıq aydındır. 4-ə baxırıq. Aid olduğu materikin uzqar şimal nöqtəsinin yerləşdiyi ölkələri müvafiq olaraq müəyyən edin. Yoldaşlar bildiyiniz kimi uzqar şimal nöqtələr 1 Kanadadadır. Kanadada bilirsiniz ki Mertison burnu yerləşir Şimali Amerika materikinin. Sonra gələcək Tunis. Tunis bildiyiniz kimi Afrikanın şimal uzqar nöqtəsi Ras Engel burnu. Rusiyada bildiyiniz kimi Taymır yarımadasında yerləşən deməli Çelüskin burnu və bir də Kolumbiyada Cənubi Amerikanın şimal uzqar nöqtəsi Qalinyas burnu yerləşir. Doğru cavabımız nə oldu yoldaşlar? A bəndi 4-cü sualdır. 5-ci test tapşırığına nəzər yetirdik. Respublikamızın hava limanları fəaliyyət göstərdiyi şəhərlər. Azərbaycan Respublikasının hava limanları dedikdə biz burada Balakəndə hava limanı yoxdur deyirik. Amma Qəbələ, Lənkəran, Füzulidə hava limanları mövcuddur. Yoldaşlar burada Yevlax, Naftalan və bizə verilmiş Xankəndi şəhərlərində Xankəndidə hava limanı var, amma Naftalanda yoxdur. B-yə baxırıq. Burada Qax rayonunda yoxdur. Y-də də yoldaşlar Qazax rayonunda yoxdur. Aydın oldu mu? 6-ya baxırıq. 6-cı test tapşırığında bizə deyir ki, Hindçin yarımadası üçün səciyyəvi olan xüsusiyyətləri müəyyən edin. Hindçin yarımadasında bildiyiniz kimi Vyetnam, Laos, Kamboca, Myanma və Tayland dövlətləri yerləşir. Şərq sahilləri Hind okeanı suları səfdir, şərq sahilləri sakit okeandır. Ərazisində qalay Wolfram qurşağı yerləşir. 2 doğrudur. Yağıntılar mövsümü ilin soyuq dövrü yox, əksinə muson yağışları ilin isti dövrüdür. Savanna seyrək meşələri təbii zonası yayılıb doğrudur. Mekong düzənliyində çəlti əkin sahələri üstünlük təşkil edir. Bu da düzdür. Çünki əmək tutumlu və isti və rütubət tələb edir. Burada yerləşən bütün ölkənin iqtisadi inkişaf səviyyəsi yüksəkdir. Təbii ki, səhvdir. Laos məsələn zəif dövlətdir. Cavab 2, 4, 5. Variantımız Y variantı oldu 6-cı sualda. 7-yə baxırıq yoldaşlar. 7-də bizə deyir ki, ölkənin ixrac etdiyi məhsulun dəyəri 45 milyard ABŞ dolları. İdxal etdiyi məhsulun dəyəri isə ixrac etdiyi məhsulun 60%-dir. Əvvəlcə bunu tapırıq. 45-in 60%-ni tapmaq üçün 45 bölü 60 bölü neçə? 100 yoldaşlar. Bu nə qədər elədi? 27. Əgər sənin ixracın 45, idxalınsa 27-dirsə, bizə deyir ki, bu ölkənin xarici ticarət dövriyyəsini tap. Bəli, dövriyyə dedikdə 45 plus neçə olacaq? 27. Doğru cavabımız neçə oldu? 72. Doğru cavabımız D variantı oldu 7-ci sualda. 8-ə baxırıq. K ölkəsinin əhalinin sayı nə qədərdir? 35 milyon və illik təbii artım nə qədərdir? 140 min. Burada sadə bir tənasüb quracaq. 35 milyona biz götürəcəyik nə qədər yoldaşlar? Əlbəttə ki 140 min nəfər. Və bizdən soruşur ki, 1000 nəfərə düşən təbii artımı tap. 1000 nəfərə nə götürəcəyik? X. Burada X-i tapanda biz 140 mini vuracaq müvafiq olaraq 1000-ə. Bu eləyir 140 milyon. Bölünsün neçə? 35 milyon. 140 milyon 35 milyona böldükdə cavab nə alınır? Əlbəttə ki, bu eləyəcək 20 nəfər səhv eləmirəmsə. 20. Neçə nəfər elədi yoldaşlar? 20 nəfər. İndi yox səhv elədim yoxsa. 4 nəfər, bəli, üzr istəyirəm. 4 nəfər. Yoldaşlar, 4 nəfərdə biz deyəcəyik ki, 1000-ə 4 nəfər əsasən necə ölkələrdir? Əhali təbii artımının birinci, yəni zəif tipidir. Bəli, burada da 4 nəfərə verilən ölkələrdən düşəcək bizdə 2 ABŞ,
Bir də 4 hara? İspaniya. Doğru cavabımız Y variantı oldu 8-ci sualda. 9-cu suala baxırıq. Gəncə Qazax düzünü Qarabağ düzündən fərqləndirən xüsusiyyətləri soruşur. Qarabağ düzündən fərqləndirən xüsusiyyətləri soruşur. Biz də burada bilirik ki, Kürd çörəkliyi tektonik zonasına daxil olma ikisinə də aiddir. Xarici ölkə ilə sərhəd mövqeyinə malik olma, bəli, Gəncə Qazaxın bildiyimiz kimi Gürcüstanla nəyi var? Sərhəddi var. Amma Qarabağ düzü xaricə çıxışa malik deyil. Cavabımız nə oldu? B. Ərazisini axan çaylarda gətirmə konusu bəli var. İkisində də var. Həm Böyük Qafqazın şimal-şərq, həm də cənub-şərq yamaçı çayları. 4-cü ölçəkmə suxuları doğrudur. Ümumiyyətlə Kürd çörəkliyi vilayətində hər əksər yerlər 4-cü ölçəkmə suxularıdır. Bir də suvarma ikinciliyi də olur. Çünki qışı mülayim keçən yarım səhra quru çöldür. Ona baxırıq. Onda bizə nə deyir? Qırğızistan Respublikasına aid olan xüsusiyyətləri müəyyən edin. Yoldaşlar, burada vəziyyət belədir ki, Qırğızistan Respublikasına aid olan xüsusiyyətlərə baxdıqda pambıqçılıq təsərrüfatı aparıcı sahədir. Təbii ki, olmaz, dağlıq ölkədir. Ərazisinin böyük bir hissəsi 1000 metrdən yuxarıdır. Əhalisi türk dili qrupunun Qıpçaq qoluna aiddir. Bəli, Qazaxlar, Qırğızlar, Qıpçaqlar, bunlar hamısı Qıpçaq qrupundadır. Xəzər dənizi sahili nefti, təbii qaz təbii ki, heç vaxt hasil edə bilməz. Bu Türkmənistan və Qazaxstana aiddir. Sahəsinə görə ən böyük türk dövləti ilə sərhəddə malikdir. Yoldaşlar, şimalında bilirsiniz ki, hansı dövlətdir? Qırğızistan, Qazaxstan dövləti. Doğrudur. Əkin sahələrinin suvarılması Qaraqum kanalını istifadə edən əsasən olacaq Türkmənistan. Hara? Türkmənistan. Ərazisi dağlıq relyef üstündür. Bəli. Bildiyiniz kimi Qırğızıstanın əsas dağları Tiyanşan dağları hesab olunurdu. Doğru cavabımız oldu verilənlərdən. 2, 4, 6 variantımız C bəndi 10-cu sualda. 11-ə baxırıq yoldaşlar. 11-də bizə deyir ki, xəritə sıxında işarələnmiş ərazidə yayılmış iqlim tipi. Uşaqlar, Qanı Qayriçay vadisini görən kimi və Kiçik Qafqazın dağ-ətəyi və alçaq dağlıqlarını görən kimi siz bilirsiniz ki, bu yerlərdə yayılıb qışı quraq keçən mülayim nə? İsti. Doğru variantımız oldu verilənlərdən D variantı 11-ci sualda. 12-yə baxırıq. Kiçik Qafqaz təbii vilayətində yerləşən su anbarları. Uşaqlar, Kiçik Qafqaz təbii vilayəti deyəndə bura Gəncə, Qarabağ dağları, vulkanik yayla və bir də Həkəri fizik rayonları yerləşir. Arpaçay olmaz, bu Orta Araz vilayətidir. Bilirsiniz Şərur çay üzərində. Şəmkir ola bilər. O yox, Şəmkir su anbarı da bilirsiniz Kürd tektonik çörəkliyinə aiddir. Çünki Kürd çay üzərindədir. Ceyranbatan Böyük Qafqazdadır, olmaz. Doğru cavablar nə qaldı? Tərtər çay üzərində sərsəng, eyni zamanda Tərtər rayonunda yenə Tərtər çay üzərində su qovuşan. Variant C bəndi hesab olundu 12-ci sualda. 13-ə baxırıq. Respublikamızda yaşayan azsaylı xalqların aid olduğu dil ailələri və müvafiq olaraq müəyyən edin. Uşaqlar, avaralar biz bilirik ki, Saxurlar, avaralar, ləzgilər, bunlar Qafqaz dil ailəsidir. Olacaq 5. Yahudilər yoldaşlar Hind-Avropa dil ailəsidir. 3. Və Kürdlər, sizlər bilirsiniz ki, bunlar daha çox, yox, daha doğrusu Yahudilər aiddir Afro-Asiya dil ailəsinə. 1. Bəli, 1-ə getdi. Biz qeyd edirik ki, bu getdi Afro-Asiyaya 1 və Kürdlər hara aiddir? Hind-Avropa dil ailəsinin İran, yəni Fars dil qrupuna. Cavab 5, 1, 3. Variantımız nə oldu? A variantı. Yoldaşlar, 14-ə baxırıq. 14-də vəziyyət belədir. Əkinçiliyin daha çox suvarma və dəmiyə şəraitində inkişaf etdiyi ölkələr. Bilirsiniz ki, il boyu quraqlığın hökm sürdüyü ərazilərdə əsasən nə olur? Suvarma. Ya rutubətin bol paylandığı yerlərdə isə nə olurdu? Dəmiyə. Deməli, suvarma şəraitində verilənlərə baxdıqda əsasən olacaq Misir, İtaliya, bir də hara? Avstraliya. İndi burada biraz çaşdırıcı məqam İtaliya ola bilərdi, amma bilin, Aralıq dənizi iqlim tipi olduğu üçün orada yağıntılar əsasən düşür. Nə var? Qışda. Qışda, bəli. Sonra, yoldaşlar, dəmiyə şəraitində isə biz deyəcəyik Kanada, Rusiya, bilirsiniz ki, bunların mülayim enlikləri mövcuddur və bir də əlbəttə ki, Böyük Britaniya mülayim dəniz olduğu üçün. Cavab 3, 5, 6, 1, 2, 4 variant nə oldu 14-də? Y bəndi. 15-ə baxırıq. Doğru olmayan ifadələri bizdən soruşur. Doğru olmayan ifadələri tapmaqdan ötəri biləcəyik ki, torpaq tipləri azonal amillərin təsiri ekvatordan... Yoldaşlar, ekvatordan qütbə zonal amillərdir. Buna deyirik üfüqi zonallıq. Necə zonallıq? Üfüqi. Azonallıq isə relyeflə bağlıdır. Dağın ətəyindən zirvəsinə şaquli zonallıq adlanır. Yaxşımı? Deməli, bir yanlış ifadədir. Xəzər, Aral, Eğir gölü, Çad gölləri dünyanın daxili axar suyu. Bəli, bunların axarı yoxdur. Bu göllər axarsız göllərdir. Pampa təbii zonası platformanın əyilmə zonasına bəli, bu da doğrudur. Çünki La Plata ovalığı Cənubi Amerika platforması nə zonasıdır? Əyilmə zonasıdır. Torpaq və bitki örtüyü zonal təbii komponentlərdir. Gözəl yoldaşlar, bu da doğru ifadədir. Ona görə də bizdə qaldı cavab 1, 5, 6. Talış dağlarının dağ-tundra iqlimə rast gəlinir, səhvdir. Dekan yaylasına rutubətli ekvatorial meşələr təbii zonası yox. Dekan yaylasına savanna və seyrək meşələr zonası yayılıb. Cavabımız 1, 5, 6, variantımız D bəndi hesab olundu 15-də. 16-ya baxırıq. 16-da bizə deyir ki, Respublikamızda arıçılığın inkişaf etdirilməsi üçün daha əlverişli imkanlara malik ərazinin uşaqlar arıçılıq bilirsiniz ki, dağ-çəmən landşaftı, subalp və alpdaydı. Ən böyüyü də olacaq Qarabağ vulkanik yaylası, Kəlbəzər və Laçın. Variantımız nə oldu? Y. Sonra davam edirik. Deməli, bizə deyir ki, 8-ci saat qurşağının orta meridyanından 30 dərəcə şərqdə. Əvvəl 8-in orta meridyanı tapmaq üçün 8-i vururuq 15-ə yoldaşlar. Neçə elədi? 120 şərq uzunluğu, düzdürmü?
Bizə deyir bundan 30 dərəcə şərqdə. 120 plus neçə? 30 neçə elədi bala? 150 şərq uzunluğu. Bəli. Deyir ki, coğrafi uzunluq üçün səciyyəvi xüsusiyyətlər. Şimal, cənub və şərq yarımkürəsində yerləşir. Şimal, cənub var, çünki meridiandır və şərqdədir. Bir doğrudur. 140 şərq uzunluğuna uyğun gəlir, səhvdir. Yerli vaxtı Bakıyan yerli vaxt irəlidir. Bəli, şərqdə olduğu üçün nədir? İrəlidir. 3. Sakit Okeanın şərqindən keçir. Yoldaşlar, ora Sakit Okeanın şərqi yox, harasıdır? Qərbi. Bəli. Yerli vaxtı 11-ci saat qurşanın orta meridianın yerli vaxtından geridir. 11-ci saat qurşanın orta meridianı tapmaq üçün 11-i vururuq neçəyə? 15-ə. 15'e vuran neçədir? 165. Bəli, məntəqə 150-dir, bu da 165-dir. Doğrudan da bu məntəqədə yerli vaxt 165-dən geridir. Cavab oldu verilənlərdən 1, 3, 5 variant. A bəndi 17-də. Yoldaşlar, 6 niyə səhvdir? Qərb yox, hardadır? Şərq yarımkürəsində. 18-ə baxırıq. Landşaft tipi və fiziki coğrafi rayon. Bu haqda çox danışmışıq. Düzən meşələri Talış dağlarında ola bilməz. Bir şey ki, dağ deyir. Düzən meşə Lənkəran ovalığındadır. Bu doğru deyil. Subay çəmənliyi Qazax Qarabağda ola bilməz. Bu düzən fiziki rayondur. Ona görə də doğru deyil. Nival Zaqatı Alağızda var. Bəli, Baş Qafqaz hissəsində. Dağçöl Qanıq Əyrisayda ola bilməz. Ora intrazonal landşaft, düzən çəmən meşədir. Alp çəmənliyi isə Qarabağda mövcuddur. Cavab 3 ilə 5. Variantımız B variantı 18-də. 19-a baxırıq. 19-da bizə soruşduğumuz cümlə çox da sadədir. Akkumulyasiya nə idi? Suxurların gətirilib çökdürülməsi. Daha çox hara olur? Ovalıqlarda. Bəli, proses belədir. Xarici qoyun-təsir suxurun parçalanması eroziya, daşınması denudasiya, çökdürülməsi akkumulyasiya. Biz burada ovalıqları seçməliyik. Ovalıqlara uyğun gələn Orinoco, Qərbi Sibir və Padan ovalığıdır. Variantımız nə oldu? D. Müəllim, yaylaları ataq. Məsələn, mənə sualda denudasyon soruşdu uşaqlar. Dekan, Efiopiya, Braziliya. Yayladır, denudasyondur. Hindqanqa Plata düzdür, amma Meksika yayladır. Düzdürmü? Sonra Mekong Mürre düzdür, Guyana yayladır. Mississippi, Amazon düzdür, Orta Sibir yayladır. Ona görə də cavabımız oldu D. 20-yə baxırıq. Xəritə sıxım əsasən müvafiq o alunit. Aluniti əlbirimiz bilirik hardadır. Daşkəsən, Zəhrik, Alunit dağ mədəni. Variant 1. 1-i götürdük. Sonra neft. Neft bu verilənlərdən ola bilər. Əlbəttə ki, burada imişildə. Yəni nədə? 5-də Muradxanlı yatağı. Və bir də sonuncu xromit. Xromitin işarəsini bir balaca belə deyim sürüşdürməli idi biraz aşağıya. Yəni Kəlbəcərə tərəf. Olacaq 3-də. 1, 5, 3. Cavabımız nə bəndi? C bəndi. Aydın oldu 20-ci sual. 21. 21-də bizə nə deyir? B nöqtəsində temperaturu bizə neçə verib yoldaşlar? -2. Deməli, burada biz görürük ki, berqişliklə kənarı B zirvədədir. Kəsmə yüksəyi nə qədər verib? 1000 metr. O zaman mən AB arasında neçə boşluğun olduğunu görürüm. 3. 1000 vurulsun 3. Nə qədər elə? 3000. Deməli, AB arası 3000 metr fərq var. Mən onu temperatura çevirə bilərəm də. 1000-ə nə qədər dəyişir? Bəli, doğrudur. 1000-ə 6, 3000-ə nə? 18. X. Bəli, X bərabər 18-siz. İndi deməli mən zirvədən aşağıya düşürəmsə, temperatur artmalıdır. -2 plus 18. Cavab müsbət 16 Selsi. Düzgün variantımız B bəndə oldu 21. 22. Divergent və konvergent. Yoldaşlar, divergent sonra nədir? Aralanma. Aralanmaya uyğun gəlir Hekla A. Aralanmaya uyğun gəlir Bardarbunga D. Müəllim, bəs konvergent Filippində Pinatubo. Deməli, hə, bir də Hekla və Bardarbunga, Eyjafjallajökull. Bu vulkanlar haradaydı? İslandiyada. Şimali Amerika və Avrasiya aralanması. Konvergent Pinatubo bilirsiniz. Filippindədir. Sakit Okean Filippin tavalarının toqquşması. B. Konvergent. Vezuvi bilirsiniz. Hardadır? Apenində. Afrika və Avrasiya tavaları. Bir də Rainier. Bəli, Şimali Amerikada. Cavabımız 1 AD, 2 BSY. Variantımız A bəndə oldu. Keçirik növbəti suala. Sual belədir. Sualda deyir ki, exolotdan göndərilən səs siqnalı 9 saniyə qəbul etmişdir. Exolotdan göndərib və yenidən qəbul etsə, deməli gedib qayıtma müddəti var. Bəli. Əvvəl biz nə edəcəyik? 9-u böləcəyik 2-yə. Nə qədər elədi? 4.5-i də biz vurmalıyıq neçəyə yoldaşlar? 1500-ə. Vurduğumuz zaman eləyir 6750 metr. Deməli, dərinliyi nə qədər imiş? 6750. Fikri aydındır. Yoldaşlar, doğru ifadələri müəyyən edin deyir. Ant dağları dünyanın mis qurşağı yerləşir. Bəli, elə sözün mənası da mis deməkdir. Bir düzdür. Yapon arxipelagı il boyu yağıntı alır, fikri səhvdir. Niyə ay müəllim? Çünki bura yayda yağıntılı, qışda quraq olur. Musson rejimlidir. Qərbi Sibir ovalının neft və təbii qaz ehtiyatları zəngindir. Bəli, Rusiyanın quru üzərindəki ən zəngin neft yataqlarından biridir. Şimali Avropada iynərpaqlı meşələr yayılıb, bəli, tayqa meşələri, Norveç, Kanada, İsveçdə. Appalats daş kömür hövzəsi Şimali Amerikada yerləşir. Bəli, bu da doğrudur. Appalats daş kömür hövzəsi Şimali Amerikada yerləşir. Cavabımız oldu verilənlərdən 1, 3, 4 və 5. Şimali Afrika zəngin almaz səhvdir. Zəngin almaz Afrikada cənubundadır. Cənubi Afrika Respublikasında. Ona görə də yanlışdır. Aydın oldu tapşırıq. 25. Xəritə sıxımı əsasən 2 və daha çox daxili dənizə birbaşa çıxış olan ölkə. Uşaqlar, 2 və daha nədir? Çox. Deməli, siz bura baxırsınız ki, mən burada seçə bilərəm nəyi? Verilənlərdən 2-ni. İtaliyanın bildiyiniz kimi Adriatik
İonik, Tirren, Liguriya kimi dənizlərə Aralıq dənizdən çıxışı var. Seçə bilərəm 5-i, yəni Rusiyanı. Bunun Baltik, Azov, Qara kimi dənizlərə, yəni daxil dəniz çıxışı var. Və seçə bilərəm 6-nı, Türkiyəni. Bunun Qara, Mərmərə, Egey və Aralıq dənizlərinə çıxışı var. Cavab 2, 5, 6 düzgün variant hesab olundu. Bu da yenə sadə sual nümunəsi idi. 26-ya baxırıq. İlisu, Qaragöl, Şirvan Dövlət Təbiət Qoruğu'nun yerləşdiyi inzibati uşaqlar İlisu Dövlət Qoruğu yerləşir Qax rayonunda. 3. Qaragöl Dövlət Qoruğu yerləşir Laçın rayonunda. Yəni 6. Şirvan Dövlət Qoruğu verilənlərdən yerləşir Salyanda. Cavab 3, 6, 2. Variant belə oldu açıq sualda. İqtisadi rayonlar və xüsusiyyətlər. Yoldaşlar Gəncə Daşkəsənin Yazıcılar 4 inzibati rayonundan və 7 şəhərdən ibarət idi. Samux, Goranboy, Göygöl və Daşkəsən əlavə olaraq biz dedik. Gəncə şəhəri, Naxçıvan şəhəri, bir də Dəli Məmmədli şəhərləri, 7 şəhər. Qarabağda biz dedik 9 inzibati rayon, 11 dənə nə var? Şəhər. Tərtər, deməli Bərdə, Tərtər, Ağdərə, Ağcabədi, Ağdam, Xocalı. Şuşa, Xocavənd, Füzuli bu inzibati rayonlardır. 2 dənə də əlavə, bu rayonların mərkəzi şəhərindən əlavə bir Xankəndi şəhəri var, bir dənə şəhəri var. Füzulinin Horadiz şəhəri. Quba Xaçmazda isə yoldaşlar, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba inzibati rayonları var. İndi xüsusiyyətlərə baxırıq. Neft və təbii qaz hasilatı həyata keçirilir. Quba Xaçmazda, Siyəzəndə 3-ənə gedəcək. A. Sahəsinə görə ən böyük iqtisadi rayondur. Qarabağ 2-ənə gedəcək. B. 2 xarici ölkələ sərhəddir. Yoldaşlar Gəncə Daşkəsən, Gürcüstan və Ermənistan. Bəli, C. Sonra zəfər yolu çəkilmişdir. Qarabağ 2-ənə gedəcək. D. Tərəvəzçilik və tumlu meyvəçilik olacaq yoldaşlar. Özü də tərəvəzin də növü bilsin nədir? Faraş yox ha. Geç, yetişən. Quba Xaçmazda. Faraş haradaydı? Lənkəran astarıda. Deməli 1C, 2BD, 3A'yı. Sual aydındır. Yoldaşlar növbəti sual belədir. Fərqli mövsümdə təsvir olunmuş zona bir çox ot yeyən və yırtıcı heyvanların məskənidir. Bununla yanaşı bu təbii zona insanlar tərəfindən ən çox mənimsənilmiş ərazilərdən biridir. Ekvatorial və tropiklər arası qalan bu zonanın adı subekvatorial qurşaq daxilindəki savanna və seyrək meşələrdir. Savanna və seyrək meşələr. Yoldaşlar diqqətlə qulaq asın. Biz burada nə deyə bilərik? Bu subekvatorial qalır ekvatorialla tropikin arasında. Yayda bilirsiniz ki, orada üstünlük təşkil edir ekvatorial hava kütləsi, olur isti və rütubətli. Qışda üstünlük təşkil edir tropik hava kütləsi, olur isti və quru. İndi keçək suallara. Suallarda bizə birinci nə deyir? Deyir ki, verilən təbii zona. Təbii zona nə oldu yoldaşlar? Biz dedik savanna və seyrək meşələr. Seyrək meşə. Onun yayıldığı materiklər hardadır? Deməli, Şimali Amerikada var. Şimali Amerika. Sonra yoldaşlar Avrasiyada var. Tələsməyin, Lavraziya qurusu ilə gələk də. Sonra Cənubi Amerikada var. Sonra Afrikada var. Bir də yoldaşlar harada var? Avstraliyada. Hətta mən biraz da dərinə gedəcəm. İndi baxın. Şimali Amerikada o yayılıb subekvatorial tropik, subtropika qədər. Avstraliyada o yayılıb subekvatorial tropik, subtropika qədər. Cənubi Amerika və Afrikada onlar yayılıb konkret olaraq tropik və subekvatorial iqlim quşağında. Amma Avrasiyada sırf subekvatoriallar da subekvatorialdır. Verilənlərə sizin cədvəli tamamla. Yoldaşlar cədvəl belədir. Təbii zonanın yerləşik iqlim quşaqları. Dedim subekvatorial, tropik və bir daha oldu yoldaşlar subtropik. Aydın oldu? Əraziyə daxil hava kütləsi. Dedik yayda nə gəldi ora? Yayda gəldi yox. Yayda ekvatorial. Qışda nə gəldi ora? Tropik hava kütləsi. Rütubətli və quraq dövrü. Deməli, yay dövrü nədir bunda? Ekvatorial gəlir deyə rütubətli. Qış dövrü nədir yoldaşlar? Qış dövrü quru. Aydın oldu? Sonra növbəti sual. Biz deyirik, təbii zona və antropogen amillər nəticəsində təbii zona hansı qlobal problemlər yaranır? Ən böyük qlobal problemlərdən biri quraqlıqdır. Nədir yoldaşlar? Quraqlıq. O sahil zonaları var idi, savannalarla səhralar arasında. İkinci bir proses meşələrin qırılması hesabına səhralaşma problemidir. Növbəti proses odur ki, bitkilərin və heyvanların növ müxtəlifliyi azalır. Buna deyirlər biomüxtəliflik azalır. Və yoldaşlar torpaqlar eroziyaya uğrayır. Torpaqlar nə olur? Torpaqlar eroziyaya uğrayır. Vəssalam. Aydın oldu tapşırıqlar.